Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 12 iyun 2026 il. Bu gözəllərimiz deməli bir neçə gündən sonra çıxacaq. Bugün biz bu ana yuvacıklarını inşallah nukleoslarımıza paylayacağıq ki vaxt itkisi olmasın. Hem bu arı ailəsinə bugün yenidən sürfə köçürə bilək, hem de bu yuvacıkları artık ana arısını sattığımız nukleoslara paylayaq və orada qəbul olunsun. Vaxt itkisi olmasın dostlar. Bakın bu ana yuvacığının içerisinden 2 gündən sonra ana arılar çıxacaq. Bu yuvacıkları bakın silkələmək olmaz. Bu eğer arı südü üçün sürvələr köçürülübsə, yani silkələmək olar. Ama burada her birinde bir ana arı var. Bunu silkələmək doğru değil. Fırça ilə yavaşça təmizləmək və götürmək lazımdır. Bakın bu cür güzel ana arılar yuvası. İndi buna kardeş ana məməsi deyirlər, nə bilim kokun deyirlər, cürbəcür adlar qoyublar. Ümumiyyətlə mən özüm talışam. Videolarımı Azərbaycan dilində çəkib paylaşıram. Heç zamanda Azərbaycan dilindən başqa sözlər işlətmirəm. Yəni dilimizdə necə ki əzbər olunmuş Rus sözləri, Türk sözlərindən istifadə etmirəm. Çalışıram ki qrammatik qaydaları pozmayayım. Bu da Azərbaycan dilində ana arı yuvacığı gedir. İndi buna ana məməsi, nə bilim kokun, nə bilim cürbəcür adlar qoyurlar. Vay. Ay maşallah. Əssalam. Bugün biz bu arı ailəmizə bir neçə saatdan sonra yenə də sürfələr köçürəcəyik. Bu yuvacıqları isə anasız ailələrimizə paylayarıq dostlar. Tam rahat şəkildə bir şey də qoy çatdırım. Adətən baxın bu cür ana yuvacıqları da satılır. Mən satmıram. Çünki bu yuvacıqları aparanda silkələnir, soğuqlanır və yaxud başqa problemlər yaranır. Sonra arıçının adı pis hallanır. Ona görə mən yuvacıq satmıram. Yalnız mayasız ana arı sata bilirəm və yaxud mayalı ana arı sata bilirəm. İndi dostlar fırçamı itirmişəm. Bilmirəm hansı yeşiyin üstündə qalıb, qapağın altında qalıb. Qalmışam bu köynə fırçanın ümidinə. Yəni bir həftədir ki mən fırçamı tapa bilmirəm. Bəlkə görən olar. Arıların sakitliği görünür. Kaçın, 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 kaçın.
Qaçın, qaçın, qaçın. Qaçın əzilər siz. Dostlar, ana yuvacıqlarının qəbul olunması üçün, yəni baxın bir şey sizə mən çatdırım. Bu ana yuvacığından 2 gündən sonra ana arılar çıxacaq. Biz bunları ana arıların çıxmağına bir neçə saat qalmış da götürə bilirik. Bu demək, bu yuvacıqları arılar qəbul etsin deyə nə etmək lazımdır? Baxın, tutaq ki, bu ana arıları anasız arı ailələrinə qəbul etdirmək çətindir yuvacıqda. Nə üçün çətindir? Bunların 100% qəbul olunması üçün arılar bunları çeynəməsinlər deyə, baxın, mən sizə nəyi tövsiyə edirəm? Tutaq ki, sizin arı ailənizdə bugün ana arını götürmüşsünüz və yaxud ana arı ölüb və yaxud satmışsınız. Demək, dərhal bu cür ana yuvacığı ora vermək doğru deyil. Heç növbəti gündə qəbul etməyəcəklər. Siz gərək 2-3 gün gözləyəsiniz, o yetim qalmış arı ailəsi fərq etməz, istər nukleus olsun, istər böyük arı ailəsi olsun. Yetim qalmış o arı ailəsi artıq özləri üçün ana yuvacıqları hazırlayırlar çərçivələrdə və həmin dönəmdə siz də bu cür ana yuvacıqlarını çərçivənin hər hansı bir küncündə yapışdırırsınız, vəssalam. Arı ailəsi onları çeynəmir, yəni qəbul olunur. Mütləq lazımdır ki, yetimləşmiş arı ailəsi özü üçün ana yuvacığı qursun, ana üsküləri qursunlar və ondan sonra baxın, bu cür ana yuvacıqlarını ora yapışdırmaq olsun. Mütləq gərək istilik qorunub saxlanırlar. Yəni tez bir zamanda çatdırmaq lazımdır. Yəni biz indi bir-bir nukleusları açıb bağlamaq, bir-bir bunları qəbul etmək üçün nə qədər vaxt gedəcək? Baxın, ona görə bu cür penoplastdan bir yeşiyə yığıram ki, bu sürfələr, yəni bu ana yuvacıqları soyuğa verilməsin. Baxmayaraq ki, yazdır, hava istidir, amma yenə də bunlar qorunmalıdır.